Sual belədir. Onu yaralı vəziyyətdə həkimə apardılar. Yaralı sözü sintaktik baxımdan nədir? Bizi izləsəz, yəni bir dənə tık eləsəz, üstəgəl işarəsinə bizi izləməyə davam eləsəz, bu tip videolardan daha çox xəbəriniz olar. Yaralı sözü bizə ilk baxışdan özün təyin kimi sırıyır. Hansı vəziyyətdə, necə vəziyyətdə özün təyin kimi göstərir, amma kim necə görünürsə elə də demək deyil. Məsələn, görünməyən tərəflər də var, onu görmək lazımdır, ona baxmaq lazımdır. Bax, sən bu yaralıya sual verdin. Hansı yaralı, necə yaralı, düzdür? Vəziyyətliyə nə sual verəcəksən? Vəziyyətliyə sual verə bilməyəcəyinə görə vəziyyətin yaxşı olmayacaq. Və nə etməlisən? Bax, belə bir qayda var, onu unutmayın. Vəziyyətdədir, şəkildədir, formadadır, tərzdədir, haldadır. Bu tip sözlərlə işlənən sözlər, bu tip sözləri görsəz, yəni məsələn, yaralı sözü, yaralı halda, yaralı şəkildə, yaralı formada, yaralı tərzdə və s. Bu formada görəndə onu bütöv bir cümlə üzvü kimi təhlil edirsən. Yəni tərəflərini parçalamayacaqsan. Çünki sən yaralıya sual versən də vəziyyətliyə sual verə bilməyəcəksən. Nədə deyə bilməyəcəksən ona. Məcbursan ki, onu necə həkimə aparıblar? Yaralı vəziyyətdə. Bütöv bir tərz hərəkət zərfliyi deyəsən. Sualın cavabı isə budur ki, yaralı sözü zərfliyin tərkib hissəsidir və yaxud ismi birləşmənin aslı tərəfidir. Sualım budur. İsmi birləşmənin növü nə olacaq burada? Yəni növlərdən hansına aid eləyə bilir? Birinci sual. İkinci sualım isə budur ki, həkimə sözü var ha, həkimə sözü. Cümlə üzvü olaraq nə olacaq? Aşağıda rəylərdə fikirlərinizi, cavablarınızı gözləyirəm. Və bir şey qeyd edim ki, aprel ayının 20-sinə qədər bizim inşallah filoloqlar və ibtidailər üçün yeni qruplarımız dərsə başlayacaq. 070 882 18 83 yazıb filoloqlar, 055 597 01 51-ə yazıb ibtidai zil müəllimləri qeydiyyatdan keçə bilərlər. Bu yəni son qruplardandır. Və bir şey də qeyd edim, bloka hazırlaşan abituriyentlər də blok sürət qruplarımıza qoşulmaq üçün elə 055 597 01 51-ə yaza bilərlər. Bu qədər, sağ olun.